Tədbirdə əvvəlcə Afrika Mədəniyyət Evi stendi ilə tanışlıq oldu. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi Afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir. Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs edən video çarxı nümayişi ilə başladı. İclasda qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs edildi. Bildirildi ki, 55 ölkədə fəaliyyət göstərən vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır. Panel iclasda hazırki dövrdə təhsilin inkişafının vacibliyindən geniş bəhs olundu. Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək müharibələrin çoxaldığı bir dövrdə təhsilin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkdi. Bildirildi ki, təhsil bugün sosial iştirak və davamlı inkişaf üçün hər zaman olduğundan daha çox vacibdir. Sonra Türkiyə Maarif Vəqfinin Côte d'Ivoire Respublikasındakı məktəbinin şagirdləri müxtəlif dillərdə mahnılar oxudular. Panel iclas müzakirələrlə davam etdi.